Şikayetim budur ki, adın oldu. Bir gün xəbər tutdum ki, qaz idarəsi mənə 26 min cərimə ilə məhkəməyə çağırıb. Əvvəz inanmadım. Demək, yəqin kiminsə borcudur, sərf salıblar. Necə? Getdim, gördüm, həqiqətində söhbət bizim ünvandan, bizim evdən gedir. Ki, 26 min borcum qaz idarəsindən iştirakçılarına gəlməmişlər. İkinci dəfə getdim, iştirakçılarından gəldi qaz idarəsinin. Demək, çıxdı, çıxış elədi. Borcum, biz onu belə tutmuşuq, bizdə belə faktlar var, bizdə həli şeylər var. Mən də qayıtım maraqlıdır. Dedim, möhtərəm hakim, mən maraqlıdır. Bir dənə o faktlardan birini çıxarsın ortaya. Mən bu necə işlətmişəm mən bu qazı? Hakim qayıtım düz deyirsən, bir dənə şəkil deyirsən, foto deyirsən, zaten gələn səbəb ötürərəm. O üçün üçüncü dəfə getdim, gəlmədi. Dördüncü gəldi, çıxış eləmədi. Hakim mənə sıxışdırmışdı ki, sənin olub belə obyektin var, belə elədim. Mənim heç neyim yoxdur. Şeylə də, Sputniklə də bilmək olur. Ki, o üçün dördüncü, boşum beşinci dəfə, altıncıdır, boşum gəldi, altıncı məhkəməmizdə gəldi, çıxış elədi, dedi bir tərəfli geçsin, mən uca çıxıram oyundan. Uca uduzməyini, uca alıb oyuna. Uzuram 700 nə qədər mənə sayğac borcu yazdılar. Yəni ki, odur ki, məsələn, ondan sonra verdilər mənə apelasiya. Ondan sonra verdilər mənə apelasiya, yəni apelasiya getdim, nə vəkil tutmuşam, heç nə tutmamışam. Öz xodumla çağırırlar mənə gedirəm də. O üçün bir yol getdim, yəni yoxdur. İkinci dəfə yəni getdim, yox, yəni gəlmir bu. Üçüncü dəfə yəni getdim. Üçüncüdə demək hakim qayıtdı, demək ki, indi orta təhsilliyəm də, boşu düşmədim ki, nə demək istəyir mənə? Axı bu mənə demək istəyir ki, bir tərəf, yəni ki, onlar olmadan məhkəmə getsin, mən də dedim, hə. Gərək əli deməzdim. Gərək deyərdim ki, özləri gələrdilər, özlərindən qarışıq şey olardı. Deməli, bu mövzudan çıxıblar, keçiblər başqa mövzuya, başqa mövzudan da yazıblar ayağıma 900 nə qədər yazıblar. Mən də daha neyim, daha borçlum da dövlət da qanununda, daha şey verməliyik də. Yəni ki, o da yazılmamalıdır, neysə. O indi mən pul ödəmək istəyirəm, sistemin sən vurum da, qutarım da isteməm də. Mənə kommunalların heç birində, mənə bu vaxtı dövlətdən heç bir narazılığım yoxdur. Olmayıb da. Yəni ki, bunlar mənə boşuma oyun açırlar. Ki, mən də pul ödəmək istəyirəm, silmək istəyirəm, gəlirəm çıxıb 26 min. Yaxşı, mən bunu necə ödəyim mən bu pulu? Mənə üçün şey keçə baxayım. Tamam Ramil bəy. Bəli, Jalə, biz hazırda məsələ ilə bağlı Azərqaza sorğu göndərmişik və sorğunun cavabını gözləyirik.